bizi vətənimizin belə deyək də çətin anlarında, çətin günlərində ordumuza dəstək olmamız bizi kimləsə üstün eləmir. Bu hər birimizin borcumuzdur. Gəlib torpaqda yaşayırıqsa, torpağın havasını durursa, suyu içiriksə və burada övladlarımızı böyüdürüksə, nəinki varımızı, dövlətimizi, hətta canımızı belə bu torpaqdan, bu dövlətdən əsirgəməməliyik. Çox sağ olun, sizlərə təşəkkür edirəm. Vaxt ayırıb gəldiyiniz üçün təşəkkürümü bildirirəm. Bizim Azərbaycanlı olaraq hamımızın bir müstəqbəl borcumuz var. Vətən deyilən ayağa qalxmaq, lazım olarsa gözümüzü qırpmadan canımızı bu vətənin yoluna sərmək. Fərq yoxdur. Onda biznesmen də əskərdir, onda müəllim də əskərdir, prokuror da əskərdir, icra başçısı da əskərdir, hamı əskərdir. Əgər vətən bardadsa, hər birimiz vətənimiz üçün müsəlləh bir əskərik və verib çiyin-çiyinə öz şərəfimizi, vətən adlı qeyrətimizi, namusumuzu müdafiə eləməliyik. Çox sağ olun. Mən elə 44 günlük vətən müharibəsində sizin də hər bir kəsin rolu oldu. Mən elə bir adam tanımıram ki, 44 günlük vətən müharibəsində onun rolu olmasın. Lökbatanın qurulunda piraşki satan gəncin də bu sahədə əməyi oldu. Onun gücü piraşkiyə çatırdı. O piraşkini pulsuz payladı əskərlərə. Yəni bu birliyimizin sayəsində biz bu günlərin bir xalq olaraq dünyaya 2020-ci ildə özümüzü sübut elədik. Yaşasın Azərbaycan dövləti, yaşasın Ali Baş Komandanımız, yaşasın Azərbaycan xalqı və Allah şəhidlərimizə də rəhmət eləsin.